15 may Fuad İbrahimbəyev 27 Yasamal rayonu Kubinka ərazisi. Fidan Süleymanlı. Bu mənim mülkiyyətimdir. Saat deməli 10-a qalmış. Bizim qəsdən internetimizi kəsdilər. Çünki artıq məni burada sıxırlar. Mən məcburam çıxış eləyim, danışım. Və bunlar da mənim belənçinə qabağımı almaq istəyirlər. Yəni düşünmürlər ki, megabayt deyilən bir şey var. Yəni sən evin internetin kəsməklə, kabelləri doğramaqla nə əldə edəcəksən? RR Construction Imperial Residence şirkətin rəhbərləri Rüfət Əliyev, Rafael Abdullayev, Nadir Abdullayev, Əli Nağıyevadır məxsus bu şirkət. Bizi belə incidirlər. Oturmuşam mülkiyyətimdə yaşayıram. Baxın, nə boyda təhlükə. Oradan daşları tökürlər, damın üstünə, başımıza, bizim başımıza belənçinə oyun gətirirlər. Bax, Rafael Abdullayev binanın altından çıxdı. Öz qəsdən gəlib, interneti kəsib. Baxın, budur. Rafael Abdullayev. Bunlar sakit durmurlar da, əl çəkmirlər. Səndən xahişim yəni, zalı bir dənə, zalı da qıraqlarında da özü istəyir. Qəsdən internet kəsildi ki, mən danışım, ifşa eləməyim. Bunların cinayət işlərini ifşa etməyim. Deyilmişdi, dəymə mənə, dəyməyim sənə, evimə toxunma, əl dəymə mənə, otururam, yaşayıram. Mülkiyyət hüquqlarım var, qanun deyilən bir şey var.